Alına bilən mal və xidmətlərin sayı necə adlanır? Alıcılıq qabiliyyəti. Alıcılıq qabiliyyəti olacaq. Əks olunan radiasiya albedo. Çay mənsəbində qabarmaya görə suyun geriyə axma prosesi necə adlanır? Bor hadisəsi. İntiqal edilmiş bir məhsulu təzədən satmaq necə adlanır? Reeksport adlanacaq. Məskunlaşmış ərazilərə biz nə deyirik? Bəli, o kimin olacaq? Tamamilə doğru. Dağa əmələ gəlmə prosesinə biz nə deyirik? Orogeniz. Şimali Amerikada meridian istiqamətində uzanan çöllər necə adlanır? Preyrilər. Şiş ucu dağ zirvəsi necə adlanır? Pik adlanacaq. Vulkan boğazının yuxarı hissəsində bərkiyib qalmış və denudasiya nəticəsində üstü açılmış lava qaya parçası, bəli, nek adlanacaq. Nek adlanır. Aha. O hansı magistraldır ki, Kanadanın ən şimalından Argentinanın ən cənubuna qədər Uşuaya şəhərinə qədər uzanan magistraldır. Bəli, Pan-Amerika magistralı olacaq. Qədim dövrdə baş vermiş tektonik proseslər necə adlanır? Paleotektonik olacaq. Sonra normal fayla və ya bütöv sınma sistemi ilə əhatə olunmuş qraben necə adlanır? Divergens orada daha çox rast gəlinir. Bəli, rift dərələri olacaq. Doğrudur. Sonra Afrikanın böyük səhranın cənubunda səhra və savanna arasında qalan hissə necə adlanır? Bəli, sahil. Avstraliyada alçaq boylu kolluqlardan ibarət hissə skrep adlanır. ABŞ-ın ən böyük texnoparkı hansıdır? Silikon vadisi qəlbisidə yerləşir. Kəşflər də orada daha çox olur. Növbəti sual, gəmiləri müxtəlif səviyyədə olan su hövzələrinin birindən o birinə keçirmək üçün tikilmiş hidrotexniki qurğu necə adlanır? Şilüzlər adlanır. Əla. Nepalda yaşayır. Alpinistlərə səyahətə gəlmiş turistlərə bələdçilik edir. Nepal federativdir yoxsa unitardır? Federativdir yoxsa unitardır Nepal? Nepal federativ. Antarktida və Qrenlandiya istisna olmaqla yer kürəsinin nə qədər quru sahəsi varsa necə adlanır? Nəyə aiddir? Kontinent. Torpaq fonduna aiddir. Torpaq fonduna. Yer qabığının materik hissəsinin çökməsi nəticəsində dənizin quruya irəliləməsi və quru sahələrinin su basması prosesi transkresiya. Polder odur ki, su sahəsini quruya çevirirlər də. Onu insan edir, antropogen düzənliklər hesab olunur. Cənubi Amerikada 800.000 metr yüksəkliyə malik olan Masavari dağlar necə adlanır? Uzun müddət istismarda olan mədənlərin kənarlarında istehsal tullantılarına ibarət süni təpələr. Turizm təsərrüfatı necə adlanır? Bu kitabların sonunda var. Tüstüsüz sənaye. Tüstüsüz sənayedir. Çayların sahil boylarında formalaşan meşələr necə adlanır? Qarayazıya da düşür. Hansıdır? Tuğay meşələri. Qarayazı qorumunda. O mənada. Sonra növbəti sümüyünün quruluşuna görə qaramaldan fərqlənən donqarlı öküz necə adlanır? Lerikdə və yardımda var. Lerik və yardımda da var müəllimlər. Zebuya bənzər. Zebudur da sümüyünün quruluşuna görə öküz dərsində, amma donqarlı. O dediniz öküz var ha, Qırğızstandan gətirilib, Laçın şəhərində. Onlar yaklardır, Tibet öküzləri. Əlavə emal tələb edən məmulat hansıdır? Necə adlanır? Yarım fabrikat. Magmadan ayrılan oksigendən və hidrogendən əmələ gələn ilk sular necə adlanır? Yuvenil sular. Maşallah olsun müəllimlərimə, maşallah. Bilirsiniz də, sizə biraz təkkan lazımdır. Qutardı, siz o imtahandan başarı ilə çıxacaqsınız. Sonra siyasi hakimiyyətin din xadimlərinin əlində olması Vatikan, Səudi Ərəbistan kimi necə olacaq? Teokratik. Biri yarımada, ikisi də yarımada ölkəsi olurdu onda. Düzdür? Həm Vatikan'da, həm Səudi Ərəbistan'da. Onda biz Bəhreyni də yarımada ölkəsi götürə bilərik. Bəhreyn adadır. Ada ölkəsi də bilirik ki, torpaq bədlərlə Səudi Ərəbistan'a birləşib. İstehsalın iri müəssisələrdə cəmləşməsi necə adlanır? Təmərküzləşmədir, doğrudur. Ərazinin müfəssəl təsvirini verən böyük miqyaslı xəritələr necə adlanır? Topografik xəritələr, doğrudur. Əla. Sonra bitkilərin torpaqdan aldığı suyu yarpaqları vasitəsilə buxarlandırması prosesi necə adlanır? Transpirasiya adlanır müəllimlər. Bunu biosfer bölməsində demişdim və ya yazmışam həm də. Yəqin yadınızdan çıxıb.
Sonra sahil boyu sıra dağlardan Baykal gölünün üzərindən əsən güclü külək necə adlanır? Bora küləyi. Bora Axı Qaradəniz, Şimali Qafqaz idi. Sarma. Sonra xarici ticarət münasibətlərində ixrac və idxal arasında fərq necə adlanır? Saldo. Saldo Ticaret adlanır. balansı. Saldo adlanır, doğrudur. Sonra göy cisminin mərkəzi cism ətrafında hərəkət etdiyi yol necə adlanır? Orbit yolu. Orbit yaxşı müvəqqəti və daimi axarlı olmayan suların əmələ gətirdiyi relyef hansıdır? Raliviyat düzənlik. Yarğanın son mərhələsi hesab olunur. Beynəlxalq müstəqil qeyri-hökumət təşkilatı necə adlanır? Greenpeace. Necə unutdunuz bunu? Greenpeace 47 ölkədə. Aha. Bəli, yerdə ən geniş yayılmış intrüziv dağ süxuru hansıdır? Yer kürəsində ən geniş yayılmış intrüziv süxuru hansıdır? Granit olar. Granit olacaq. Granit.